bizim vaktimiz az kaldı. Söz vermiştik ki 5 saatten çok əzli iş ulaştırmaq. Yəni 3'də başlamışdıq, 8'de bitirmədik. İki variant var. Birinci variant biz oturup gece için bunlar bir yol yerine tanışılabilir. İkinci variant oldu ki ben bu prezentasyonu Facebook'ta bir grup var. Onun senin yaşayan grubu var. O grubu atmıştım. Ne anlatıyorsun? O prezentasyonu oradan elde edebilirsiniz. İki variant var diye ki bakalım siz WhatsApp grubu falan bir şeyler atabilirsiniz. Ben Facebook Nahak yere. Yaz bu kazalar göre sizi işe getireceğiz mi? Yalvaracağız size bu kazalar. Siz işe getirin. Evet dostlar, sizin bu devre hayatta kariyer kurmak için numune götüreceğiniz iş adamları Facebook, Instagram'da oturmuyorlar. Onlar Facebook'tadır, sosyal medyalar. Profesyonel olarak kadınlar LinkedIn'dedir. Ama LinkedIn'de siz olan şəxsən tanıyabilirsiniz. Çünkü LinkedIn'de herkes sözünü iş adamı kimi təqdim edir. Ama onları şəxsən tanıyabilirsiniz Facebook'ta. Onun için sırf hayatınızın artık iş kariyerinizi bulmak istediğiniz sitesine gelende tövsiyem özünüzden demo bir Facebook profil açıp ya oradan sizin için iş yolu açabilecek insanları Facebook'ta izlemez, Instagram'da olur. Tamam? Daha sonra onlar Instagram'da aktif olmayı sonra görebilmeyeceğiz sonra. Tamam? Sadece Instagram Gen Z'nin tipolojisine uygun bir application. Başa düştü belki Facebook sizin için geçerli değil. Sizin elinizde oynatmaya uygun bir application istediler. Tam da size uygun. Ona göre. Facebook ise bize uygundur. O zaman. Anlaşılacak. Evet. Dostlar. Şimdi növbət bir etap var ki, həmin grupda sizə bu prezentasiya atılacaq. Orada növbəti ilə tanış olacaq. Sizin hər tipologiya üzrə ideal iş ortamı nədir? Bax, burada bir görürsünüz. Necə bir iş ortamında işləsən, siz özünüzü xoşbəxt hissedəcəksiniz, işləyə kimi saymayacaqsınız. Gördüyünüz işdən də zövq alacaqsınız. Gəldin, məşğul oldun, zövq aldın, getdin deyəcəksiniz. O ideal iş ortamı sizin üçün burada yazılı vəziyyətdədir. Həyatda karyera seçimizə seçəndə ki, intervyuda xüsusilə mən necə bir işlə işləyəcəm, mənim işim necə bir gündə gedişatdan ibarət olacaq, çalışın ki, buna uyğunlaşdırasınız. Buna uyğunlaşdıranda həqiqətinizdə xüsusi tapacaqsınız. İkinci isə növbəti görəcəyiniz sizin tipologiyada olan insanlar öz güclü tərəfləri ilə həyatda hansı peşələrdə özlərini tapıb uğur qazanırlar və ya qazandıqda davam edirlər. Siz də bu peşələrdə bu tipologiyanı sizə imkan verir ki, bax bu peşələrdə uğur qazanırsınız. İndi tez-tez gedək o səhifələri. Siz ama dediyim kimi rahat sonuna prezentasiya evdə rahat açıb bir baxa bilərsiniz slaytlarda öz tipologiyanıza. Həmçinin də sizə tövsiyəm, bugün burada tipologiyanızı bildiniz, bu sizin çox böyük bir şeydir. Bununla bu kəlməni yetirmirsiniz, gedib Google'a bir dənə öz tipologiyanızı yazırsınız, o tipologiyanla bağlı nə qədər məqalələr, iş həyatından tutmuş şəxsi həyata kimi və ya kimsə orada dediği hansı, məsələn bu tipologiya, hansı tipologiyalarına gözəl həyat, mutlu həyat tutma bilər, ona qədər siz nə maraqlarsınız, sən hansı güc səviyyəsiniz, bitti o güc mərsi, bundan sonra insanın tipologiyasını maraqlanmalısınız. Ora qədər hər bir şeydə YouTube'da videolar falan bunlardan maraqlanır. Həmçinin də Instagram bilmirəm, Facebook'da community gruplar var yəni. O gruplarda mesela ben INFC'yimse ben Facebook'ta INFC, dünyanın bütün INFC'lerden ibaret olduğu bir gruptayım. Düşün koşulursan o gruba, senin kimi adamlardan minlərlə adam. Ve orada birbirimize fikir paylaşırıq. Ve orada necə deyirik? Can deyib, can eşirik. Ne deyirsə, odur, can. Ne deyir, deyirsə, can, elədir. Elədir ki var. Səninlə eyni həyatı, eyni fikirdə olan insanları tapırsan. Yəni, möhtəşəm bir hissdir. Tamam mı? Ve oradan gətirib LinkedIn'e qədər artıq siz bir profesyonel eğitimde qabandı diyelim. Desəz ki, mən tutaq ki, ENFP'yəm, ENTP'yəm, deyəcək, wow, bu şeydə bilirlər. Tamam, aydındır. Qalandır ki, oradan dünyadakı bunu keçdiğin Azərbaycan versiyasının keçdiği təlimi, bunun İngiliz dili versiyası, beynəlxalq dünyada nə qədər təlimisi var ki, bu təlimi keçir, onların da təliminə pul verib, əgər istəsiz gəlişdirmək, qoşula bilərsiniz. Və ya ən sonunda data, Do What You Are kitabını alıb oxuyun. Bizim dildə 45 manatlıq dəyəri, mən bu seve-seve xərcləmişəm, çünki çox mənə kömək oldu həyatda. Evet.